Rüstəmoğlu, 44 günlük vətən müharibəsinin qazisiyəm. Mənim sözüm buradan qeyrətli analarımıza, bacılarımıza, qardaşlarımızadır və qeyrətli blogerlərimizədir. Sizlərə səslənirəm. Xahiş edirəm sizlərdən, mənə köməkdarlıq eləyəsiniz. Çox pis vəziyyətdə yaşayıram. Qeyrətli analarımız, qeyrətli bacılarımız, qeyrətli qardaşlarımız, qeyrətli blogerlərimiz. Sizlərə səslənirəm. Xahiş edirəm, mənə köməkdarlıq eləyəsiniz. Çox pis vəziyyətdə yaşayıram. Özümün himayəmdə azyaşlı övladım var. Üzr istəyirəm, ayrılmışam. Tək böyüdürəm övladımı. Sizlərdən xahiş edirəm, mənə köməkdarlıq eləyəsiniz. Qeyrətli analarımız, qeyrətli bacılarımız, sizlərə səslənirəm. Qeyrətli blogerlərimiz, sizlərə səslənirəm. Özünüz bilirsiniz ki, bütün rayonlarda dövlət qurumları qazilərinə, şəhid ailələrinə, şəhidlərinə biganə yanaşır. Baxmır. İçində də həmçinin mən. Dəfələrlə görəm bu icra hakimiyyətinə üst tutmuşam. Yaşadığım yerlə bağlı, filan problemlərimlə bağlı dəfələrlə müraciət etmişik və baxılmıyıb. Niyə biz kimə deyək dərdimizi? Bizim bir dənə çarəmiz qalır. Qeyrətli analarımıza, bacılarımıza, qardaşlarımıza və qeyrətli blogerlərimizə səslənirəm. Xahiş edirəm, mənə köməkdarlıq eləyin. Bu evimi düzəldim. Xahiş edirəm sizdən. Artıq dərəcədə xahiş edirəm. İşləyə bilmirəm. Vallahi işləyə bilmirəm. Himayəmdə azyaşlı övladım var. Uşağı qoyub işləyə bilmirəm. Ayıfçılıq bir şey deyil. Gedib o daş ataram. Gedib kiminsə ayağının altı süpürərəm. Mən ona pis baxmıram. Heç kim də pis baxa bilməz ona. Sadəcə olaraq övladımı qoyub işləyə bilmirəm. Xahiş edirəm sizlərdən, qeyrətli analarımız, qeyrətli bacılarımız, qeyrətli qardaşlarımız, sizlərə səslənirəm. Xahiş edirəm, mənə köməkdarlıq eləyəsiniz. Bəyənin, paylaşın bu videonu, bu hər bir kəs görsün. Xahiş edirəm sizlərdən. İndi evin videosunu da sizlərə təqdim edirəm. Baxın, görün, nə cürə yaşayıram mən. Hansı qazi, harada yaşayır və necə yaşayır. Xahiş edirəm, hər bir kəsdən bu videonu bəyənsin, paylaşsın. Sizdən artıq dərəcədə xahiş edirəm. Baxın, qeyrətli analarımız, qeyrətli qardaşlarımız, qeyrətli blogerlərimiz. Baxın, görün nə cürə yaşayıram mən. Baxın, mənim yaşadığım yer, zaborun. Xahiş edirəm sizlərdən. Qeyrətli analarımız, qeyrətli bacılarımız, qeyrətli qardaşlarımız, qeyrətli blogerlərimiz, Azərbaycan xalqı, sizlərə səslənirəm. Baxın, görün nə cürə yaşayıram. Baxın.